Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Konstitusiya və Suverenlik ili çərçivəsində Qələbənin İşığında adlı tədbir baş tutub. Tarixi zəfərin 5 illiyinə əsr olunan tədbirdə dövlət rəsmiləri, hökumət nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə veteranları iştirak ediblər. Əl işləri bizim həssas kateqoriyadan olan vətəndaşlarımız, bizim benefisiarlarımız tərəfindən hazırlanıb. Gözəl Zəngin konsert proqramı hazırlanıb. Qələbə işığında konsert proqramıdır. Görkəmli incəsənət xadimləri bizimlə Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin benefisiarları ilə birgə bizim səhnəmizi bölüşürlər, gözəl duetlər ifa edirlər. Tədbir iştirakçıları mərkəzin müxtəlif studiyalarında hazırlanan Konstitusiya və Suverenlik ilinə həsr olunmuş əl işləri və şəhid övladlarının mərkəzin fotoqrafiya istiqaməti üzrə təlimçisi Orxan Əzmin bələdçiliyi ilə çəkdiyi fotolardan ibarət sərgiyə baxıblar. Bu zəfərlə bağlı tədbirdə mənim də əsərlərim var. Yuxarı Gövhərağa məscidi və Konstitusiyaya bağlı əsərim var. Dövlətimizi təbrik edirəm. Bu bizim qələbəmizdir. Bədii hissə ilə davam edən tədbir Rauf Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin xor kollektivinin ifasında dövlət himni ilə başlayıb. Sonra vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin təlimçi və benefisiarları, həmçinin tanınmış incəsənət xadimlərinin ifasında inklüziv ansamblın müşayiəti ilə konsert proqramı təqdim edilib. İstedadlı uşaqlar tanıdım. Yəni xatirə də onlardan biri. Çox gözəl ifa elədi mahnını. Heç gözləməzdim ki, yəni çox belə az məşq oldu, amma belə gözəl ifa oldu. Sevda xanımla eyni səhnəni bölüşmək, gözəl bir proyektin içində olmaq və nə xoş mənə ki, yenə də deyirəm, Sevda xanım ifamızı bəyəndi. Çox sağ olun hər şey üçün. Zəfərimizin artıq 5 ilini qeyd edirik. Doğrudan şanlı zəfərimiz hər bir Azərbaycanlı üçün böyük bir bayramdır. Bu gün də bu gözəl ocaqda çox istedadlı və gözəl səsli Müslüm qardaşımızla benefisiardır həm də. Onunla bir duet oxuduq. Bu gün də bəli gözəl bir çıxışımız oldu. Gözəl sənətkarımız müəllimlə bir yerdə. Həqiqətən mənim üçün böyük uğurdur. Çox xoş oldu. Gözəl sənətkarla bir oxumaq. Allah hər birinizi var eləsin.